Bu, Şir bürcünün, xərsəng bürcünün xarakteridir. Hələ burada mən nəslin ruhundan danışmıram. Balıqlar üçün yollar açıldı, nə bilim, buğalar üçün yollar bağlandı və s. və axır. Bu kimi şeylər demək çox yanlışdır. Yenə deyirəm, orada o qədər xırda, incə nüanslar var ki, bunların hamısına baxandan sonra insan haqqında hansısa bir xarakteristika çıxartmaq olar. Astrologiya və numerologiya. Haqlı olaraq suallar gəlir ki, mən filan bürcəm, amma onun haqqında deyilənlər mənə aid deyil. Elə, belə. Astrologiyada, məsəl üçün, Şir bürcü və yaxud da ki, Qız bürcü ya Əqrəb, fərqi yoxdur hansı bürcü. Birinci, öz astroloji xəritənizə baxın, görün. Özünüzü hansısa bürcə aid eləməkdən ötürü o bürcə düşən neçədən planet var? Bu, ortalıqda olan astroloji proqnozlar və yaxud da ki, astroloji xarakterlər, bunlar Günəşə aiddir. Yəni, biz hansısa bir tarix aralığında doğuluruqsa, bizə aid edirlər ki, filan kəs filan bürcdür. Bu, yenə də deyirəm, Günəşə aiddir. Bəs ayınız hardadır? Bəs Mars hardadır? Venera hardadır? Üstəlik, Günəş hansı planetdən hansı aspektdə dayanıb? Ən çox planetlər hansı bürcdə toplanıb? Və s. və l. Bunların hamısına baxandan sonra insan haqqında hansısa bir xarakteristika çıxartmaq olar. Mən şəxsən adam tanıyıram, 2 qardaşdılar, 20 dəqiqə aralıqla dünyaya gəliblər. Belə götürəndə eyni bürcdülər. Amma adamlar 180 dərəcə bir-birlərinə fərqlənirlər. Çünki birinci adamların ruhlarının təzahür tapşırıqları fərqlidir və buradan keçid eləsək numerologiyaya, adları fərqlidir, bu da rol oynayır. Çünki adın sayı nəzərə alınır, adın özü nəzərə alınır. Yəni deyirəm, burada kök məsələ ruhun təzahür tapşırıqlarıdır və o çox təsir eləyir. Amma digər məsələlər ümumi aspektdən baxanda hansısa bir analiz, xarakter çıxartmağa kömək eləyir insana ki, astroloji olaraq bu adamda bu kimi şeylər var, bu kimi tapşırıqlar var. Və ikinci məsələ, hər bir şey yaxşı olacaq və yaxud da ki, hər bir şey pis olacaq deyə bir şey yoxdur. Məsəl üçün, götürək Yupiteri. Yupiter bolluq, hər bir şeyi belə hədsiz dərəcədə gücləndirən, inkişaf elətdirən bir xarakterə malikdir. Amma nəyi, yaxşını yoxsa pisi? Əgər sizin qarşınızda məsələləri gərgin şəkildə yerinə yetirmək tapşırığı qoyulubsa, Jupiter onu inkişaf elətdirəcək. Və yaxud da ki, tərsinə, hansısa bir məsələlər rahat şəkildə yerinə yetirilməsi qoyulubsa, Jupiter onu inkişaf elətdirəcək. Yenə deyirəm, orada o qədər xırda, incə nüanslar var ki, bunların hamısına detal-detal baxmadan, bir-bir analiz eləmədən, belə hop, sən filan tarixsən, sən filan bürcdənsən və sənin xarakterində filan şeylər belədir demək yanlışdır. Və ümumi olaraq xərçənglər üçün filan şeylər açılır, nə bilim, balıqlar üçün yollar açıldı, nə bilim, buğalar üçün yollar bağlandı və s. və l. Bu kimi şeylər demək çox yanlışdır. Yəni, ümumiləşdirmək və hamını bir qazana yığmaq doğru deyil. Hələ burada mən nəslin ruhundan danışmıram, onun özünün gətirdiyi karmalar, bizim ailə üzvlərimiz, bizim doğulduğumuz məkan. Yenə deyirəm, milli saniyəyə qədər orada fərqlər var. Yəni, hər dəqiqənin bir, hər anın bir hökmü var deyirlər. Bax, astrologiyada da o elədir. Yəni, bu dərinlikləri bilənlər bilirlər mən nədən danışıram. Yenə deyirəm, üzdə olan yanaşmaları, üzdə olan ümumiləşdirmələri birmənalı şəkildə qəbul eləmək olmaz və doğru da deyil. Mən də məsəl üçün ümumiləşdirib videolarda demişəm ki, məsəl üçün xərçəng bürcündə bu belədir, Şir bürcündə belədir. Bu, Şir bürcünün, xərçəng bürcünün xarakteridir. Xərçəng bürcündə və yaxud da ki, Şir bürcündə doğulan insanın xarakteri deyil. Bunları bir-birinə qarışdırmaq olmaz. Günəş nədir məsəl üçün? Liderlik. Ay nədir? Ailə canlılıq, ailəyə baxmaq, qayğı və s. və l. Amma bunu hansısa bir yerdə durub deyənə, onu elə o cür yanaşmaq doğru deyil. Yəqin ki, izah edə bilirəm fikrimi. Yenə də deyirəm, təkrar deyirəm. Xərçəng bürcünün xarakteri, xarakteristikası o bürcə aiddir. O bürcdə doğulan hər bir insana aid deyil. Bunları bir-birinə qarışdırmaq olmaz. Ona görə də çalışın bu şeyləri dərindən öyrənin. Yəni, bu şeylərlə maraqlanırsınızsa, bunu dərindən bilən, dərindən təqdim edən insanlarla
bu şeyləri danışın. Ya ümumiləşdirilmiş kimsə sizə hansısa bir fikir deyirsə, o şeyləri qəbul eləməyin və o şeylərdə əlbəttə ki, təbii olaraq təzadlar əmələ gələcək. Hələlik bu qədər. Bu haqda yenə də bilgilər veriləcək və təqdim olunacaq.